Biz bu günlərim Ağdam rayon 4 yol 1 qəsəbəsindəyik. Minnətdarlığımız verir ki, bizim bu şikayətimizə tezliklə reaksiya verdilər. Burada nələr baş verir? Biz də birazdan sizinlə birlikdə biləcəyik. Kanal 21'e teşekkür ederim ve onun istihiyatına minnətdarlığımızı bildirirəm. Ümid edirik ki, bu məsələ haqqında aidiyyatı qurumlar ölçü götürəcək. 2025-ci il Kanal 21 üçün asan il olmayıb. İl ərzində kanalımızda yayımlanan materiallara görə müxtəlif təzyiqlər, məhkəmə iddiaları və maneələrlə qarşılaşmışıq. Buna baxmayaraq Kanal 21 fəaliyyətini dayandırmayıb və cəmiyyət üçün önəmli olan mövzuları gündəmdə saxlayıb. Kanal 21 bugünə qədər dövlətin və dövlətçiliyin yanında olub, eyni zamanda haqqı tapdalanan, problemi görməzdən gəlinən vətəndaşların müraciətlərini ictimailəşdirib. İl ərzində yüzlərlə vətəndaş kanalımıza müraciət edib. Bu müraciətlərin bir hissəsi aidiyyəti qurumların müdaxiləsi ilə həllini tapıb. Kanal 21 fəaliyyətində əsas prinsip kimi obyektivlik və ictimai marağı rəhbər tutub və bu mövqeyini bundan sonra da davam etdirəcək. Əziz həmvətənlər, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi ölkəmizdə və dünyada yaşayan Azərbaycanlılar üçün birlik, həmrəylik və milli dəyərlərin ifadə olunduğu xüsusi bir gündür. Bugün xalqımızın birliyini, dövlətimizə bağlılığını və gələcəyə inamını bir daha nümayiş etdirir. Yeni il münasibəti ilə Kanal 21-in rəhbəri Fərhad Quliyev də xalqımıza öz təbrikini çatdırıb. İndi isə dinləyək. Əziz həmvətənlər, yeni ilin gəlişi və dünya Azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bu bayram yalnız təqvimin dəyişməsi deyil, milli birliyimizin, dövlətçiliyimizə sədaqətimizin və gələcəyə inamımızın rəmzidir. Biz böyük və şərəfli bir millətin övladlarıyıq. Dövlətimizə, bayrağımıza, müstəqilliyimizə xidmət etmək hər birimizin müqəddəs borcudur. Bugün Azərbaycan, müzəffər Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində daha güclü, daha nüfuzlu, daha qürurlu bir dövlət kimi inkişaf edirik. Bu inkişafın əsas dayağı isə xalq, dövlət birliyi, sədaqət, doğru yol və milli həmrəylikdir. Bu əziz gündə vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Veteranlarımızı, ordumuzu, sərhədlərimizi, dövlətçiliyimizi Allah qorusun. Oy üç rəngli Azərbaycan bayrağı hər zaman zirvələrdə dalğalansın. Oy dünyada yaşayan bütün Azərbaycanlılar bir amal ətrafında birləşərək dövlətimizin qüdrətinə, millətimizin sabahına öz tövhəsini versin. Yeni ildə hər bir evə bolluq, ruzi, sevinç və əmin-amanlıq arzulayıram. Oy gələcək günlərimiz dünəndən daha da aydın, sabahımız daha da ümidverici olsun. Bayramınız mübarək, əziz həmvətənlər. Diqqətiniz üçün minnətdaram. İnşallah növbəti ildə görüşənədək. Salamat qalın. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə Kanal 21 kollektivi adından dövlətimizi, xalqımızı və dünyanın müxtəlif ölkələrində yaşayan bütün Azərbaycanlıları səmimi qəlbdən təbrik edir. Hər kəsə möhkəm birlik, əmin-amanlıq və firavanlıq arzulayırıq. Bayramınız mübarək olsun.